Salam, hər vaxtınız xeyir olsun. Mətbəximin dəyərli izləyiciləri, hər biriniz kanalıma xoş gəldiniz. Bugün ərişdəli plov hazırlayacağım. İlk öncə 5 ədəd soğanı uzun su formada doğrayırıq. Tavaya yağ əlavə edib doğradığım soğanları qovururuq. Soğanımız qovuruldu. Üzərinə 1 çay qaşığı sarı kök əlavə edirik. Yeməyimiz üçün 1 stəkan düyü, 1 stəkan ərişdə, mən ərişdəni qovurdum, 1 stəkan qırmızı lobya, lobyanı qaynatmışam. Qaynatdığım suyun üzərinə 2 xörək qaşığı duz və düyünü əlavə edib biraz bişiririk. Düyü biraz bişdi, üzərinə qovurduğum ərişdələri əlavə edib bişiririk. Düyü ilə ərişdə bişdi, üzərinə qaynatdığım lobyanı əlavə edib süzürük. Süzdüyüm ərişdəli düyünü qovurduğum soğanın üzərinə əlavə edib biraz alt-üst qarışdırırıq. Plovumuza yağ əlavə edib zəif qodda dəmləyirik. Ərişdəli plovumuz hazırdır. Kanalımı izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Çox sağ olun. Sağlam olun, Allah'a emanet olun.